qürurumuzdur, şəhidlər bizim baş tacımızdır. Allah ruhunu şad eləsin zəmi şəhidlərimizin. Mən bir də buradan bir məqama toxunmaq istəyərdim ki, bəlkə də evladının şəhid olduğu anı görən, bilən, gözünlə izləyən yeganə bir ailədir ki, Elşad Məmmədovun ailəsi. Çünki o Elşad Məmmədov xidmət etdiyi post komandiri olduğu post Elşad Məmmədovgilin həyətindən görünür. Və 12 il döyüşlərində o müharibə gedərkən həmən o minamyot silahı necə Elşad Məmmədovun xidmət apardığı posta düşdüyünü onun valideynləri, atası, anası gözünlə izləmişdi və evlatları şəhid olduğunu həmən vaxt bilmişlər. Allah ruhunu şad etməsin. Allah ailələrinə, yaxınlarına səbir versin. Allah iki balasını qorusun. Onu da vurğulayım ki, Elşad Məmmədov şəhid olarkən bir evladı var idi. Amma ikinci evladının ana bətində olmaq xəbəri Elşad Məmmədovun 40 günü bilirdi. Ki, Elşad Məmmədovun ikinci bir oğul evladı da dünyaya gələcək və onun da adı bugünkü günü